Evet arkadaşlar, bilmediğiniz üzere maalesef yayını, ne dedim, yayın neydi daha doğrusu, partları çekemerdim. Part 2, part 3, ne bileyim, otağa led döşürük, ne bileyim, masa belə uçur, ne bileyim, setup'ı belə nə daşıdıqsa videolarını çəkəmədim. Səbəbi onsuz bilirsiniz ki, hamınız necə 11'lerin imtahanı üzrə yaxınlaşır. Ki elə mən də 11-ci sinifəm. Ona göre de imtahanlar da yaxınlaşır, hazırlaşma var. Onlar ne bileyim testi, hazırlıqdır, ne bileyim kompüterdə o tərəfdən idarə elə zart surt. Bir də nədir, partları çəkəmədim. Bir gecədə bütöv nə düzəltdik. Onsuz elə ledi də olsa görürsüz, daşadı təzədən geri. Setup'ı da elə bura da xalça sərdi. Setup'ı da əvvəlki kimi eləmədim. Bu səfər burada bu stol, burada da bu stol. Ama bir şey var ki burada da çok güzel geniş bir yer var. Burayı da bir boş bir şey diyeceğiz. Hele ki şimdi monitörü bura koydum. Monitörü bura koydum. O setup'ı da bir iki güne yukarı daşıyaram ki. Hayda sınavı məktəbə getmək var. Neyse bu videoyu da artık ne diyeyim, final setup videosu mu eləyərəm, nə eləyərəm mənə maraqlıdır. Neyse bu videoyu da izlediğiniz için teşekkür ederim. Ama hele ki tam olarak setup hazır değil. Setup'ı de, farklı bir şey eləyəcəm. Hele ki izlemekte kalın.